Salam, mən Premium Akademinin İngilis dil müəlliməsi Nərgiz Əlzadə. Bugün sizlərlə 21 dekabr tarixində kursumuzda Premium Akademide keçirilmiş sınaq imtahanımızın 9-cu siniflər üzrə İngilis dilindən izahını verəcəm. Gəlin ilk növbədə listening mətnimizin suallarına baxaq. Daha sonra mən listeningi səsləndirib sualların izahını verəcəyəm. Hər zamanki kimi birinci sualda mətn nə ilə əlaqədardır soruşulur. İkinci sualda verilmiş bir sualın düzgün cavabını tapmaq tələb olunur. Üçüncü sualda dinlədiyimiz listening mətni əsasında cümləni tamamlamaq tələb olunur. Dördüncü sualda isə true-false tipli sual nümunəmizdir. Cümlələrin düzgün və yaxud da yanlış olmasını qeyd edəcəyik. Gəlin, indi mən listening mətnini səsləndirim. Daha sonra isə düzgün cavabları qeyd edək. For thousands of years, people lived with very limited sources of light. They used fire, candles, and oil lamps to see in the dark. But everything changed in the 19th century when scientists began to study electricity more deeply. One of the most important steps was taken by Thomas Edison, who created a practical and long-lasting electric light bulb in 1879. Although Edison is the name most people remember, many other inventors also worked on similar ideas before him. Still, Edison's bulb was the first one that was safe, reliable, and could be used in homes. His invention changed the world. Streets became brighter at night, factories worked longer hours, and people felt safer after sunset. The discovery of electric light not only improved daily life but also opened the door to many modern technologies we use today. Dinlədiyimiz kimi listening mətnimiz elektrikin kəşfi haqqındadır. Buna görə də düzgün cavabımız birinci sualda mətn nə haqqındadır deyə soruşulur. Birinci sualın düzgün cavabı B variantı olacaq. The history of electricity and the invention of electric light. İşığın tarixi və kəşfi haqqındadır. İkinci sual. What changed after Edison's invention of the light bulb? Edison'un ixtirasından sonra nə dəyişdi, nə baş verdi? Streets become, listeningdə də səsləndiyi kimi, düzgün cavabımız C variantı olacaq. Streets become brighter and people felt safer. Küçələr daha da işıqlı oldu, parlaq oldu və insanlar özlərini daha təhlükəsiz hiss etməyə başladılar. Üçüncü sualda cümləni düzgün şəkildə tamamlamaq tələb olunur. Also, other inventors also worked on similar ideas. Baxmayaraq ki, digər ixtiraçılar da eyni ideya üzərində çalışmışdılar. Lakin Edison'ın kəşfi ən təhlükəsiz və ən praktik hesab olunurdu. Bunlardan ən təhlükəsizi və ən praktik hesab olunurdu. Buna görə də düzgün cavabımız B variantı. Dördüncü suala davam edirik. Dördüncü sualda cümlələrin true və ya false, yəni doğru və yaxud da yanlış olmasını qeyd edəcəyik. Birinci cümlədə Thomas Edison created a practical light bulb in 1879. Thomas Edison elektriki 1879-cu ildə kəşf etmişdir. Yes, it's true. Düzgün cavabımızdır. Buna görə də düzgün cavab A variantı olacaq. İkinci cümlədə birincidə düzgün cavabımız A oldu. İkinci cümlədə elektrikin kəşfinə qədər insanlar əksərən solar lamps, yəni günəş lampalarından istifadə edirdilər qaranlıqda. Xeyr, it's false. B variantı olacaq. Niyə görə? Çünki insanlar fire, alovdan istifadə edirdilər. Candles or oil lamps, neft lampalarından və yaxud da alovdan və şamdan istifadə edirdilər. Listeningimizdə solar lamps ifadəsi səslənmədiyi üçün bu cümləmiz yanlış hesab olunacaq. Üçüncü cümlədə Edison's light bulb was the first one that was safe and reliable for home use. Evlərdə istifadə üçün daha təhlükəsiz və etibarlı hesab olunurdu Edison'un kəşf etdiyi lampa. Bəli, elektrik lampası. Buna görə düzgün cavabımız A, true olacaq.
Dördüncü cümlədə isə the discovery of electric light helped improve daily life and opened the door to modern technologies. Bəli, listeningimiz sonuncu cümlələrində belə bir cümlə qeyd edildi ki, elektrikin kəşfi bizim gündəlik həyatımızın inkişafına və müasir texnologiyaya bir qapı açdı. Buna görə dördüncü cümləmizdə true olduğu üçün A variantımız düzgün olacaq. 5 və 7-ci suallar isə short tekstləri, qısa mətnləri əhatə edir. Gəlin 5-ci suala baxaq. What does the notice say? Nə haqqındadır? Qeyd edilən mətn nə haqqındadır? Bizə nə deyir? Attention, diqqətli olun. The school cafeteria will serve only vegetarian meals on Tuesday. Çərşənbə axşamı günü məktəbin bufetində yalnız vegetarian yeməkləri servis olunacaq. This is part of the Healthy Food Day project. Bu, sağlam qida günü proyektinin bir əsasıdır, bir hissəsidir. Students can bring their own lunch if they want. Əgər şagirdlər istəyirlərsə, özləri ilə öz qəlyənaltılarını gətirə bilərlər. A variantında students must bring food from home on Tuesday. Mustn't bring deyildiyi üçün yanlışdır. Çünki mətnimizdə qeyd edilib ki, can bring their own lunch. Özləri ilə öz yeməklərini gətirə bilərlər. Lakin A variantında mustn't bring dediyi üçün yanlış hesab olunur. B variantında the cafeteria will serve meat dishes. Bizim mətnimizdə isə meat dishes deyil də vegetarian meals, yəni vegetarian yeməklərinin servis olunacağı qeyd olunduğu üçün B variantı da yanlışdır. C variantında there will be only vegetarian food in the cafeteria. Yes, it's true. Yalnız vegetarian yeməkləri servis olunacaq. Buna görə də C variantı düzgündür. D variantında isə the school cafeteria will be closed on Tuesday. Çərşənbə axşamı günü bağlanacaq məktəbin bufeti. Xeyr, belə bir məlumat yox idi. Students cannot eat lunch at school on Tuesday. Çərşənbə axşamı günü şagirdlər məktəbdə yemək yeyə bilməzdilər. Xeyr, belə bir şey də deyilmirdi. Buna görə Y variantı da yanlış olacaq. Düzgün cavabımız C variantı. 6-cı sualla davam edirik. 6-cı sualda da yenə düzgün cümləni seçmək tələb olunur verilmiş qısa mətnə əsasən. Don't use the elevator during an earthquake. Zəlzələ zamanı eskalatorlardan istifadə etməməliyik. Use the stairs and move outside quickly. Nərdivanlardan, pilləkənlərdən istifadə edin və dərhal sürətli şəkildə bayıra çıxın, çölə çıxın. Keep away from tall buildings and try to stay calm. Hündür binalardan uzaqda durun və çalışın özünüzü sakit saxlayasınız. A variantında they must use the elevator to escape. Qaçmaq üçün eskalatorlardan, yəni yeriyən nərdivanlardan istifadə edin. Yanlışdır. Burada don't use the elevator during an earthquake qeyd olunub. B variantında isə they should stay close to tall building. B variantında hündür binalara yaxın durun. Close, yaxın durmaq mənasında. Stay close, yəni hündür binalara yaxın durun. Bu da yanlışdır. Çünki orada keep away from tall buildings qeyd olunub. Hündür binalardan uzaqda durun, kənar durun qeyd olunub. C variantında they mustn't panic and should use the stairs. Bəli, düzgün cavabımız C variantı olacaq. Panik etməyin, təşvişə düşməyin və nərdivanlardan istifadə edin, pilləkənlərdən istifadə edin. Düzgün cavabımız C variantı olacaq. D variantında they need to wait inside the elevator. Eskalatorun, yəni yeriyən nərdivanın içərisində durun, üzərində durun. Bu da yanlışdır. They should go to the roof on the building. Binanın damına çıxın. Bu da yanlış cümlələrdən biridir. 7-ci sual. Mətnə əsasən düzgün olanı, düzgün cümləni seçmək tələb olunur. Dear Emma, əziz Emma, I am spending my holiday in, deməli, məktubu Lily Emma'ya yazıb və baxırıq ki, məktubda
Aha. Lily'nin Bakı keçirdiyi tətil haqqındadır. We are staying in a small hotel near the seaside. Biz dəniz kənarında balaca bir oteldə qalırıq. The weather is warm. Hava istidir. So we swim almost every day. Və demək olar ki, biz hər gün dənizə gedirik, orada üzürük. In the evenings we walk along the boulevard. Günortalar biz bulvara gəzməyə çıxırıq. The city looks beautiful at night. Gecələr şəhər möhtəşəm olur, gözəl görünür. I am enjoying my time here. Mən burada vaxt keçirməkdən zövq alıram. See you soon. Tezliklə görüşənədək Lily. Gəlin indi isə variantlara baxaq. Lily doesn't like the weather in Baku. Bakıdakı havanı bəyənmir. Belə bir şey deyilmirdi mətnimizin içində. Emma is spending her holiday in Baku. Emma öz tətilini Bakıda keçirir. Xeyr, məktubu yazan Lily'dir və deməli Lily Emma'ya yazıbsa, Lily öz vaxtını Bakıda, öz tətilini Bakıda keçirən Lily'dir, Emma deyil. Buna görə B variantı da yanlışdır. Lily's hotel is far from the sea. Dənizdən uzaqdadır. Far yox, near the sea olduğu üçün yanlışdır. Burada da qeyd olunub near the seaside. Dəniz kənarına yaxındır, uzaqda deyil. Lily is having a good time during her holiday. Lily tətili müddətində çox gözəl vaxt keçirir. Bəli, düzgün cavabımız D variantı olacaq. Lily wants to return home immediately. Evinə tez qayıtmaq istəyir. Xeyr, o tətilini gözəl keçirir, evinə tez qayıtmaq istəmir. Mətndə belə bir şey qeyd olunmadığı üçün Y variantı da yanlışdır. Düzgün cavabımız D variantı olacaq. 8-ci sual, 8 və 12-ci suallar mətnlə bağlı sual nümunələridir. Gəlin bir ilk növbədə mətnimizi oxuyaq, tərcümə edək və daha sonra isə sualların izahına keçək. İlk cümlədən də göründüyü kimi mətnimiz traveling, səyahətlə bağlıdır. Gəlin mətnimizi oxuyub tərcümə edək və daha sonra isə sualları izah edim. Traveling is one of the most popular activities in the world. Səyahət dünyada ən məşhur fəaliyyətlərdən biridir. Every year millions of people visit different countries to learn about new cultures and see beautiful places. Hər il milyonlarla insan yeni mədəniyyətləri tanımaq və gözəl yerləri görmək üçün müxtəlif ölkələrə səfər edir. Tourism helps people relax and have fun, but it also teaches them important lessons about the world. Turizm insanların dincəlməsinə və əylənməsinə kömək edir. Eyni zamanda onlara dünya haqqında vacib dərslər öyrədir. When people travel, they meet new friends, try different foods and understand how other nations live. İnsanlar səyahət edərkən yeni dostlar qazanır, fərqli yeməklər dadır və digər xalqların necə yaşadığını anlayırlar. This makes them more open-minded and respectful. Bu isə onları daha açıq fikirli və hörmətçil edir. Many countries earn a lot of money from tourism. Bir çox ölkələr turizmdən çoxlu gəlir əldə edirlər. When tourists travel, they stay in hotels, eat in restaurants and buy souvenirs. Turistlər səyahət edərkən otellərdə qalır, restoranlarda yemək yeyir və xatirə hədiyyələri alırlar, suvenirlər alırlar. This supports local businesses and creates new jobs for people. Bu yerli biznesi dəstəkləyir, yerli biznesin inkişafını təmin edir və həmçinin insanlar üçün yeni iş yerlərinin yaranmasına səbəb olur. For example, in some small towns, tourism is the main source of income. Məsələn, bəzi kiçik şəhərlərdə turizm əsas gəlir mənbəyidir. Without tourists, many shops and hotels would have to close. Turistlər olmasa bir çox mağaza və otel bağlanmalı olardı. However, tourism also has some problems. Lakin turizmin bəzi problemləri də var. Sometimes too many tourists visit the same place and this can damage nature.
Bəzən eyni yerə çox sayda turistlər gəlir və bu təbiətə zərər verə bilər. Beaches become dirty, forests are destroyed and animals lose their homes. Çimərliklər çirklənir, meşələr məhv edilir və heyvanlar yaşayış yerlərini itirirlər. Local people may also feel uncomfortable when tourist numbers increase too much. Turistlərin sayı həddindən artıq artdıqda yerli insanlar da özlərini narahat hiss edirlər. That's why many countries are trying to develop eco-friendly tourism. Buna görə də bir çox ölkə ekoloji cəhətdən təmiz turizmi inkişaf etdirməyə çalışır. In general, traveling is a wonderful way to learn, explore and enjoy life as long as we protect the places we visit and respect the environment. Ümumilikdə səyahət öyrənmək, kəşf etmək və həyatdan zövq almaq üçün gözəl bir yoldur. Yetər ki, ziyarət etdiyimiz yerləri qoruyaq və ətraf mühitə hörmət edək. Gəlin indi isə mətnin suallarına baxaq. Mətnin sualları 8 və 12-ci sualları əhatə edir. 8-ci sualda what is the passage mainly about? Mətn haqqındadır deyə soruşulur. Mətni oxuyub tərcümə etdik və gördük ki, mətn səyahət haqqında, turizmin inkişafı və turizmin ölkəyə verdiyi mənfi və müsbət təsirlər haqqındadır. Buna görə də düzgün cavabımız B variantı olacaq. The positive and negative effects of tourism. Turizmin mənfi və müsbət təsirləri haqqında. 9-cu sual. Which word from paragraph 2 matches the definition below? Aşağıdakı definition'ın paragraf 2-də hər hansı bir sözün definition'ının, yəni izahı verilib. Paragraf 2-də verilmiş bir sözün. Gəlin həmin izaha baxaq və hansı söz olduğunu tapaq. Money that people receive from their work or business activities. Deməli, puldur, hansı ki insanlar onu öz işlərindən və biznesindən əldə edir. Təbii ki, bu income, gəlir olacaq. Düzgün cavab A variantı. 10-cu sual. Why do some countries try to develop eco-friendly tourism? Nə üçün bəzi ölkələr ekoloji cəhətdən təmiz turizmi seçirlər? Mətndə də oxuduğumuz kimi, çünki bir yerə çox turist səyahət etdikdə oranın ekologiyasını pozur, təbiətə mənfi təsir göstərir. Buna görə də bəzi ölkələr eco-friendly turizm, yəni ekoloji cəhətdən təmiz turizmi üstün tuturlar. Buna görə də düzgün cavabımız C variantı olacaq. Because too many tourists can damage nature. Çünki bir çox turistlər təbiətə zərər verə bilərlər. 11-ci sual. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq. Tourism creates many benefits for countries, but it can. Turizm ölkəyə bir çox üstünlüklər verir, bir çox üstünlüklər yaradır ölkədə, amma o həmçinin də bayaq da qeyd etdiyimiz kimi ətraf mühitin kirlənməsinə və təbiətin zərər görməsinə təsir göstərə bilir. Buna görə də düzgün cavabımız B variantı olacaq. Make nature dirty and harm the environment. 12-ci sual. Düzgün cümlələri seçmək tələb olunur. Which statements are true? Hansı cümlələr düzgündür? Tourists help the economy by spending money on hotels, food and souvenirs. Bəli, mətnimizdə də qeyd olunduğu kimi turistlər ekoloji cəhətdən ölkənin inkişafına, turistlərin ölkəyə gəlməsi ekoloji cəhətdən, daha doğrusu ekonomi cəhətdən, yəni iqtisadiyyat baxımından ölkənin irəliləməsinə səbəb olur. Çünki onlar oteldə qalırlar, yemək yeyirlər və hədiyyələr alırlar. Birinci cümləmiz düzgündür. İkinci cümlədə tourism always has a positive effect on nature. Təbiət üzərində yalnız pozitiv təsir
təsiri var, müsbət təsiri var. Xeyr, qeyd etdiyimiz kimi həmçinin mənfi təsirlər də var. Buna görə ikinci cümləmiz yanlışdır, qeyd etməyəcəyik. Üçüncü cümlədə too many tourists in one place can create environmental problems. Bəli, bir çox turistin eyni yerlərə səyahət etməsi bir sıra problemlərin yaranmasına, yəni ətraf mühitin, təbiətin kirlənməsinə səbəb olur. Bu da environmental problemlərin yaranması deməkdir. Buna görə üçüncü cümləmiz də düzgündür. 4-də isə traveling teaches people about other cultures and makes them more open-minded. Traveling, səyahət insanlara başqa mədəniyyətləri öyrənməyə, həmçinin də daha çox açıq fikirli olmağa kömək edir. Bəli, bu da düzgün cümləmizdir. Düzgün cümlələrimiz 1, 3 və 4. 13 və 25-ci suallar isə qrammatik suallardır. 13-cü sualla davam edək. Düzgün variantı seçmək tələb olunur və cümləmiz zamanlarla bağlı, sual nümunəmiz zamanlarla bağlı bir sual nümunəsidir. Baxırıq ki, cümləmizdə right now, now zaman zərfi var və bilirik ki, now indiki davam edici zamanda işlənən bir zaman zərfidir. Digər tərəfdə isə usually present simple zaman formasının zaman zərfi var. Buna görə də düzgün cavabımız B variantı olacaq. Right now, Jack is watching a movie, but he usually plays outside in the evenings. A variantına baxsaq, görərik ki, birinci tərəfdə bizə present continuous lazımdır. A variantında isə present simple verib və həmçinin mübtədə xəbər uzlaşması da pozulub. Jack-lə watch yox, present simple zaman forması tələb olunsaydı watches, yəni sonuna s artıraraq qoyardıq. A variantımız yanlışdır. C variantında bizə present continuous zaman forması lazımdır, lakin present perfect verib. Digər tərəfdə də həmçinin present simple lazımdır. Bizə present continuous zaman formasını verib. Buna görə yanlışdır. D variantında past continuous yanlışdır. Y variantında isə zamanların yerini düzgün şəkildə verməyib və həmçinin də baxsaq, mübtədə xəbər uzlaşmamız da pozulduğu üçün Y variantı da yanlışdır. 4-cü sual. Yəlik halla bağlı bir sual nümunəsidir. Birinci cümləmizdə baxırıq ki, Toms and Kates, əgər hər ikisində ayrı-ayrılıqda apostrof S qeyd olunubsa, bildiyimiz kimi ana hər ikisinin ayrı-ayrılıqda anası nəzərdə tutulduğu üçün ana sözünə bir S şəkilçisi, cəm şəkilçisi əlavə olunmalı idi. Buna görə birinci cümləmiz yanlışdır. Bir olan variantları çıxacağıq. İkinci, my daughter's appearance is so charming, it's true, düzgündür. Apostrof S ismə qoşulub və özündən sonra isim gəlib. 2 düzgündür. Today's meeting is about working hours. Bugünün iclası iş saatları haqqındadır. Bəli, bu da düzgündür. Biz bilirik ki, today, tomorrow, yesterday sözlərinin yəliyə apostrof S vasitəsilə düzəlir. Tamamilə düzgündür. 4-cü cümlədə these girls bizə verilən işarə vəzliyi cəmdədir, lakin ondan sonra gələn ismi təkdə yiyəliyə salıb. Biz bilirik ki, əgər işarə vəzliyimiz cəmdədirsə, ondan sonra gələn sözdə cəm şəkilçisini qəbul edib daha sonra apostrof artırılmalıdır. Yəni cəmlənib sonra yiyəliyə düşməlidir. Buna görə 4 olan variantlarda çıxacağıq. Düzgün cavabımız 2, 3, 5 C variantı olacaq. 5-ci cümləyə də baxsaq görərik ki, we have a good time at the Wilsons. Biz bilirik ki, bütöv bir ailədən söhbət gedərsə, qarşıda Z artiklı işlənərsə, soyadı cəmləyib daha sonra apostrof artırırıq. Tamamilə düzgündür. C variantı düzgün cavabımız olacaq. 15-ci sualla davam edirik. 15-ci sual enough, very to, yəni adverb mövzusu ilə əlaqəli bir sual nümunəsidir. Biz bilirik ki, inafı həmçinin sifətin dərəcələrindən keçiləndə orada da qeyd olunub ki, inafdan sonra isim, inafdan əvvəl isə adjective adverb işlənir. Yəni, biz sifət və zərfi inafın qarşısında, ismi isə inafdan sonra da işlədirik. Buna görə də enough big deyə bilmərik, lakin comfortable enough deyə bilərik. Yəni 2-yə
A gedəcək. Enough-ı ikinci cümləyə qoyacağıq. Very və to isə sifətin və zərfin qarşısında işlənir. 1-ə C variantı. It is too big. 3-də isə a very dangerous road formasında olacaq. Bilirik ki, article very'dən öncə işlənər. Buna görə də düzgün cavabımız C, A, B, C variantı düzgün cavabımız olacaq. 16-cı sual zamanlarla bağlı bir sual nümunəsidir. Burada by the time bağlayıcısını görürük və bilirik ki, by the time bağlayıcısı past perfect zaman formasında işlənən bir bağlayıcıdır. Özü olan hissədə past simple, digər tərəfdə isə past perfect zaman forması ilə işlənir. Buna görə də düzgün cavabımız D variantı olacaq. Y variantında zamanlar yerinin dəyişik formada verilib yeri. C variantında past simple-la present perfect forması, zaman uzlaşması pozulub. B variantında da həmçinin present simple, past simple, indiki və keçmiş zamanda verilib. Zaman uzlaşmamız pozulub. A variantında da həmçinin past simple və present simple eyni yerdə verildiyi üçün yanlışdır. 17-ci sual. Düzgün əvəzliyi seçməyimiz tələb olunur və nöqtələrin qarşısında no inkar ədatını görürük, inkar əvəzliyini görürük. Biz bilirik ki, no-dan sonra heç bir təyinləyici işlənməz, birbaşa isim gələr. Lakin no-dan sonra yalnız biz az əvəzliyini işlədə bilərik. Buna görə də A variantını, həmçinin no-dan sonra else də işlənməz. C variantını, D variantını çıxırıq və no-dan sonra heç bir təyinləyici işlənmirsə, bura bizim quantifiers'lar da daxildir ki, no-dan sonra any, many, much işlənməz. Bunlar not-dan sonra işlənər. Buna görə də düzgün cavabımız B variantı olacaq. No-dan sonra yalnız biz az əvəzliyini işlədə bilərik. 18-ci sual. Article mövzusu ilə bağlı bir sual nümunəsidir və nöqtələrin qarşısında yiyəli əvəzliyi, ondan sonra isə isim gəldiyini görürük. Əgər yiyəli əvəzliyi olmasaydı ismimizin qarşısında biz bu zaman qeyri-müəyyən artiklı işlədə bilərdik. Lakin qarşıda yiyəli əvəzliyi durduğu üçün biz bilirik ki, yiyəli əvəzliyi ilə ismin ortasında heç bir artikl işlədə bilmərik. Buna görə birinci tərəfdə boşluq olacaq. A variantını, B variantını, C variantını çıxırıq. Digər tərəfə baxsaq isə fənn adlarını görərik və bilirik ki, elm fənn adları ilə heç bir artikl işlənmir. Buna görə də hər üç tərəfdə də boşluq götürəcəyik. Düzgün cavabımız Y variantı olacaq. 19-cu sual. Quantifiers mövzusu ilə əlaqəli bir sual nümunəsidir. Baxırıq ki, birinci tərəfdə batə, kərə yağı sayıla bilməyən tək isim durub. Few'dan sonra sayılan cəm isim gələr. A lot ismi təyin etmədiyi üçün çıxırıq. Digər tərəfə isə baxsaq, milk yenə sayıla bilməyən tək isim gəlib. Buna görə də ikinci tərəfdə a few-nu qoya bilmərik. İndi isə cümlə tərcüməsinə baxsaq, görərik ki, Mother didn't buy much butter, but she brought some milk. Və bilirik ki, biz a little, az, biraz mənasını verdiyi üçün a little və little inkar cümlələrində işlənmir. İnkar cümlələrində ən çox much və many-ni işlədirik. Buna görə də düzgün cavabımız Y variantı olacaq. Mother didn't buy much butter, but she bought some milk. Düzgün cavabımız Y variantı. Həmçinin burada qeyd etdiyimiz kimi milk sayıla bilməyən tək isim olduğu üçün C variantını həm də ona görə çıxırıq ki, qarşısında many işlədə bilmərik milk sözünün. Çünki sayıla bilməyən tək isimdir. 20-ci sual. Choose the correct sentence in the passive voice. Passivdə cümləni düzgün şəkildə passivə çevirməliyik və düzgün variantı seçməliyik. The hunter has killed 2 wolves recently. Baxırıq ki, cümləmizdə has killed var.
Yəni indiki bitmiş zamanın passivindən söhbət gedir və mübtədamız the hunter-dır. The hunter-la başlayan variantları çıxacağıq. Çünki məchul növdə ən əsas qızıl qaydalarımızdan biri və ən birincisi odur ki, məlum cümlənin mübtədası məchulda yerində qala bilməz. Buna görə ən birinci işimiz mübtəda saxlanılan variantı çıxmaqdır. Daha sonra has killed present perfectdə məlum cümləni məchula çevirərkən have və has-in yanına, həmçinin də past perfectdə had-in yanına been-i gətiririk. Yəni v olan variantı da çıxacam. Çünki burada has killed desə mən has been və yaxud da have been formasında axtaracam. Tamamlığımı qarşıya gətirib mübtəda etdikdən sonra two wolves have been killed formasında olacaq cümləmiz. Buna görə də düzgün cavabımız A variantı olacaq. C variantına baxsaq, two wolves has been dediyi üçün yanlışdır. Mübtəda xəbər uzlaşması pozulub. Y variantında isə two wolves have been killed by the hunters. Düzgün cavabımız Y variantı olacaq. Uşaqlar üzrlü hesab edin. A variantında have been. Have-in yanında been olmadığı üçün yanlışdır. Düzgün cavabımız Y variantı olacaq. 21-ci sual. 21-ci sualda short answer so do I, nice do I ilə bağlı bir sual nümunəsidir. My daughter never tells a lie. İlk növbədə cümlənin təsdiq və ya inkar olmağına baxırıq. Cümləmizdə never işləndiyi üçün cümləmiz inkardadır. Buna görə təsdiq cavabları çıxırıq. Və bilirik ki, so və nice daha sonra köməkçi feil mübtəda formasında olmalıdır cümləmizin strukturu. D variantında struktur pozulub. Nice'dən sonra mübtəda, daha sonra köməkçi feil gəlib. Birinci köməkçi feil, sonra mübtəda gəlməlidir. C variantında isə mübtəda my son olduğu üçün nice do my son yox, nice does my son üçüncü şəxs təkdə olduğu üçün does'dan istifadə edəcəm. Düzgün cavabımız B variantı olacaq. 22-ci sual. 22-ci sualda sual cümləsini passivə çevirmək tələb olunur. Who did you sell your bike to? Bilirik ki, sual cümləsini passivə çevirərkən bizim strukturumuz sual sözü, köməkçi feil, mübtəda, əsas feil formasında gedir. Yəni sual sözümüz gəlir, ondan sonra köməkçi feil və bizim buradakı mübtədamız yerində qalmayacaq. Bayaq da qeyd etdiyim kimi, məchul növə çevirərkən cümləni ən əsas işimiz, ən birinci işimiz məlum cümlənin mübtədasını variantlarda atmaqdır. Məlum cümlənin mübtədası you'dursa, mən onu variantlarda your bike-la əvəz edəcəm. Yəni tamamlığımı gətirib mübtəda funksiyasında işlədəcəm. Buna görə də A variantı yanlışdır. Çünki you mübtədası yerində qalıb. B variantında who was sold, köməkçi feil və əsas feil yanaşı gəlib. Lakin mən qeyd etdim ki, sual sözü köməkçi feil, mübtəda, yəni tamamlığımı gətirib mübtəda edib, sonra isə əsas feilimi qoyacam. Yəni who was your bike sold formasında olacaq. Buna görə B variantında yanlışdır ki, köməkçi feil və əsas feil yanaşı işlənib. C variantında isə to whom was your bike sold by you tamamilə düzgündür. C variantı sual sözü, köməkçi feil, mübtəda və əsas feil formasında gəlib və by ilə da cümləmin mübtədasını sonda qeyd etmişəm. D variantında isə was sold, yenə əsas və köməkçi yanaşı gəlib, ona görə yanlışdır. Y variantında isə mübtədam who-dursa, mən was yox, mübtədam who-dursa, mən w'dən istifadə etmərəm, was-dan istifadə edərəm. Buna görə Y variantı da yanlışdır. Düzgün cavabım C variantı olacaq. 23-cü sual zamanlarla bağlı bir sual nümunəsidir. Baxıram ki, cümlənin əvvəlində while zaman bağlayıcısı olaraq while işlənib və mən dəfələrlə qeyd etdiyim kimi while bağlayıcısı özündən sonra continuous zamanları sevir. Yəni özündən sonra adətən ya present continuous ya past continuous işlənir.
digər tərəfə uyğun şəkildə. Yəni burada əgər past simple olacaqsa, burada past continuous olacaq. Burada present simple olacaqsa, burada present continuous olacaq. Yəni zamanlar uzlaşacaq bir formada. Özündən sonra əsasən continuous zamanlar işlənir. A variantına baxsam, write rings cümlədə zaman qeyd etdiyim kimi while-dan sonra mən continuous zaman verməliyəm. Buna görə də A variantı yanlışdır. B variantında was writing and rang tamamilə düzgündür. While I was writing the report, mən məruzə yazarkən my phone suddenly rang. Mən məruzə yazarkən, yəni bir işi görməyə davam edərkən qəflətən telefonum zəng çaldı. Bu isə ani olan bir hərəkət olduğu üçün past simple da verilib. Düzgün cavabım B variantı olacaq. C-də isə past simple və present continuous zaman uzlaşması pozulub. D variantında I love verildiyi üçün yanlışdır və digər tərəfdə də həmçinin zaman uzlaşması pozulub ki, present simple verilib past continuousla. Y variantında isə I am writing present continuousla past simple verildiyi üçün yanlışdır. Zaman uzlaşması pozulub. Düzgün cavabım B variantı olacaq. 24-cü sual. Match the words to their definition. Sözləri izahları ilə match etmək tələb olunub. To invent, ixtira etmək. To discover, kəşf etmək. To create isə yaratmaq deməkdir. To inventə uyğun olan to create something new for the first time. Bir şeyi ilk dəfə yaratmaq. Yəni düzgün 1-ə C olacaq. Baxırıq ki, biz 3-də bizə to create sözü verilib və yadda saxlamalıyıq ki, bizim əgər verilən sözümüz to create-dirsə, onun izahında da həmin sözdən istifadə oluna bilməz. Bəzən bəzi uşaqlar hər iki tərəfdə də to create görüb elə 3-ə C götürə bilər, amma bu yanlışdır. Yəni izahı verilən sözün həmin söz izahın içərisində işlənə bilməz. To create sözünün izahını tapmaq tələb olunursa, mən onun to create sözünü elə həmin sözün izahında istifadə edə bilmərəm. Buna görə, yəni 3-ə C götürə bilmərsiniz. 1 C, 2 to discover kəşf etmək, yəni bir şeyi ilk dəfə tapmaq, ilk dəfə tapan insan olmaq. Buna görə 2-də A olacaq. 3-də isə to create yaratmaq, to produce or make something, bir şeyi düzəltmək, istehsal etmək, ərsəyə gətirmək. Bu isə yaratmaq, 3-ə B olacaq. C, A, B. Düzgün cavabım C variantı olacaq. 25-ci sual. Altından xətt çəkilmiş sözün sinonimlərini tapmaq tələb olunur. Important əsas vacib deməkdir. Sinonimləri isə significant əsas vacib, vital həyati əhəmiyyətli vacib deməkdir. Yəni 1-2 sinonimlər, minor unnecessary isə antonimləridir. 26-cı sualda isə bizdən 35 sözdən ibarət bir esse yazmaq tələb olunur. 3 şəkli əhatə edəcək dərəcədə. Mən burada 3 şəkli əhatə edəcək dərəcədə 35 sözdən də artıq sözlə bir esse yazmışam. Siz də bu nümunəyə əsasən öz fikirlərinizi yaza bilərsiniz və ona uyğun düzgün balınızı ala bilərsiniz. Əgər videomuzu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı və həmçinin sınaqlarımızda, kursumuzun təşkil etdiyi sınaqlarda, həmçinin güvən sınaqlarına qoşulmaq üçün açıqlama bölməsində qeyd olunmuş nömrə ilə əlaqə saxlamağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.